Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni ilə bu gün də bir şəri məsələ oxuyub, siz əzizlərin nəzərinə çatdırarıq. Məsələmizin mövzusu cəmaat namazıdır. Oxuyarıq ki, görək hansı hallarda namazları cəmaatla qılmaq bizə vacib olar. Bildiyimiz kimi namazları cəm şəkildə qılmaq, yəni cəmaatla qılmaq, belə deyək, cəmaat namazı qılmaq müstəhəbdir. Məxsusən də gündəlik, yevmiyyə namazlar ki var, yəni sübh, zöhr, əsr, şam, xiftən bu namazları qılmaq müstəhəbdir. Amma vacib olan hallar da ola bilər. Bu hansı hallardır? İnşallah ki, onları bugün oxuyarıq. Məsələni oxuyaram Seyyid Əli Sistaninin Əl-Məsailul Muntaxaba adlı risaləsindən bir cilt kitabdır. Səhifə 175. Salatul Cəmaə, məsələ 363. İstəyən şəxslər də özləri müraciət edə bilər. Bismillah, Seyyid buyurur ki, Qəd təcibul cəmaə fis-sələvatil yevmiyyə və huvə fi məvarid. Seyyid buyurur ki, gündəlik namazlarda həmin namazları cəmaatla qılmaq bəzən vacib olur və bu bir neçə yerdədir. Yəni bir neçə yerdə gündəlik namazları cəm şəkildə qılmaq vacib olar. Birinci yer hansıdır? Ma iza əmkənəl mükəlləf təshihu qiraətihi və təsaməhə həttə daqəl vəqt anit-təallüm və səlat. Seyyid buyurur ki, birinci surət budur ki, şəxsin imkanı var ki, qiraətini düzəltsin, qiraətini səhihləşdirsin. Yəni, məsələn, qiraətində, məsələn, Fatihəni oxumaqda, ya məsələn, surəni oxumaqda çətinliyi var, qiraəti səhih olmur. Məsələn, xətaları var və imkanı da var ki, bu xətaları, səhvləri düzəltsin, qiraətini səhihləşdirsin. Amma və təsaməhə, amma səhlənkarlıq eləyir, yüngül yanaşır, hətta daqəl vəqt, ta gəlir, vaxt azalır, namazın vaxtı azalır, elə bir vaxt azalır ki, artıq bu müddətdə qiraətin səhihləşdirməsi, düzəltməsi mümkün olmur. Yəni, ən azı, məsələn, deyək, namazın əvvəl vaxtından gedib öyrənə bilərdisə, öyrənməyib, səhlənkarlıq eləyir. Ta gəlir, elə vaxta saxlayır ki, namazın da vaxtı dar olur və öyrənməyə də vaxt çatmır. Seyyid buyurur ki, birinci surət budur. Bu halda bu şəxsə vacib olar ki, namazını qəzaya verməsi təbii ki, günahdır. Namazını iqtida eləsin bir nəfərə, kiməsə, təbii ki, cəmaat namazının şərtləri də yerində olsa. Yəni, iqtida eləsin və namazını cəm şəkildə qılsın. Nəyə görə? Çünki qiraət cəmaat namazında mükəlləfin boynundan götürülür, imamın öhdəsində olur. Mükəlləf ancaq cəmaat namazında ruku, səcdələr, təşəhhüd, salam, ta bunları özü oxuyur. Amma qiraətdə ki, şəxs mükəlləf, yəni iqtida eləyən özü oxumur. İmam oxuyur, yəni imam cəmaat. Birinci surət budur. İnsan qiraətində, namazın qiraətində. Qiraət deyəndə hansı hissələr qəsd olunur? Fatihə və Fatihədən sonra oxunan surə. Qiraəti xətalıdır. Müəyyən ayələri, hərfləri, sözləri düzgün tələffüz etmir və imkanı da var öyrənsin. Öyrənmir, səhlənkarlıq eləyir. Ta namazın da vaxtı azalır. Öyrənməyə də vaxt qalmır. Seyyid buyurur ki, bu surətdə şəxsə vacibdir ki, kiməsə iqtida eləsin, ta namazını qılsın. İkinci surət nədir? Ma iza ibtələl mükəlləf bil vəsvas ləhəddin tubtəl mə'hus salat kulləmə səlla və təvəqqəf dəf'uhu alə ən yüsəlli cəmaə. Seyyid buyurur ki, ikinci surətimiz budur ki, iza ibtələl mükəlləf bil vəsvas. Şəxs vəsvəsəyə mübtəla olub. Var insan şəkk eləyir, var vasvasılıq həddindədir. Seyyid buyurur ki, şəxsdə olan həmin o vasvasılıq elə həddə gəlib çatıb ki, o vasvasılıqla namaz qılanda namazı olur batil. Kulləmə səlla. Hər nə namaz qılır, gündəlik namazları
artıq onda olan vəsvəsə, vasvasılıq elə həddədir ki, namazlarını batil qıla bilmir. Var da elə şəxslər, məsələn, namaz qılır, pozur, heç bir namazı qıla bilmir. Və təvaqqəfə dəf'uhu əla ən yüsəlli cəmaə. Seyyid buyurur ki, və bu ki, namazını batil edir, qıla bilmir, bunun da bir yolu var. Bu işdən qurtulmağın, bunu dəf etməyin yolu əla ən yüsəlli cəmaə. Bir dənə yolu var ki, namazını cəm şəkildə qılsın. Yəni, iqtida eləsin bir nəfərə, daha arxain olsun ki, bu əyiləcək, qalxacaq, duracaq, oturacaq, qiraətimi deyəcək, mən də ona tabi olacam. Bu neynirsə, mənim namazım da artıq onun hesabına səhihdir. Seyyid buyurur ki, bu cür şəxsin namazını, gündəlik namazlarını iqtida eləyib qılması, cəm şəkildə qılması vacibdir. Üçüncü surətimiz hansıdır? Seyyid buyurur ki, ma idə ləm yəsə'əl vəqt ən yüsəlli furada və vəsa'hə cəmaə. Seyyid buyurur ki, üçüncü yer budur ki, şəxsin namazını fərdə qılmağa vaxtı çoxdardır, amma cəmaatla qılmaq üçün çatır, yəni vaxt genişdir. Bu nə deməkdir? Məsələn, nə kimi? Kəma idə kanəl mükəlləf bətiən fi qiraətihi əvlə əmrin axər qeyri zalik. Seyyid buyurur ki, şəxs fərdi namaz qılanda, məsələn, bir nəfər də tək fərdi namaz qılanda namazını 20 dəqiqəyə qılır. Fərz eləyək ki, bir namazı, sübh namazını 20 dəqiqəyə qılır. Məsələn, hansı səbəbdən? Səbəb budur ki, qiraətində çox belə asta gəldi. Bizdə ürfdə deyirlər, asta gəldi, ləngdir, çox belə asta tərpənir. Özü tək qılanda fərdi namazını məsələn 20 dəqiqəyə qılır. Zöhr namazını 20 dəqiqəyə qılır. İndi bu şəxs baxır ki, mənim elə bir vaxtım qalıb ki, zöhrü, əsri mən fərdi qılsam çatdırmayacam. Amma bir nəfər namaz qılır, ədalətlidir, tanıdığım, mən ona iqtida eləyəsəm, o namazlarımı qılmağa vaxt çatacaq. Çünki o adam mənim kimi astagəl deyil. Yəni, cəm şəkildə qılsam, rahat tamamlayacam. Amma fərdi qılsam, mənə bir 40 dəqiqə vaxt lazımdır. O da vaxt azdır, çatdırmayacam. Seyyid buyurur ki, bu surətdə də şəxsə vacib olar ki, namazlarını, həm hansı namaz ki, onun vaxtı çıxır, artıq çatmır, onu iqtida eləsin, cəm şəkildə qılsın. Dördüncü surətimiz hansıdır? Seyyid buyurur ki, ma iza təalləqən nəzir əvli yəmin əvli əhd və nəhvi zalik bi ədais salat cəmaə. Dördüncü yer budur ki, şəxs nəzr eləyib, əhd eləyib və yaxud da and içib ki, və yaxud da bu kimi hansısa bir səbəbdən boynuna vacib eləyib ki, özünə vacib eləyib ki, namazını cəm şəkildə qılsın. Məsələn, nə kimi? Bir müşkülü olub, çətinliyi olub, nəzr eləyib ki, bu müşkülüm həll olsun, aradan qalxsın. Məsələn, bir neçə gün, filan müddət bu namazlarımı cəm şəkildə qılacam, iqtida eləyib qılacam. Bu müşkül aradan qalxandan sonra ona vacib olur ki, ta nəzirdə dediyi kimi eləsin, yəni namazını cəm şəkildə qılsın. Bu da dördüncü hissədir. Seyyid buyurur ki, və idə əmərə əhədul valideyn vələdəhu bis-salat cəmaə fəl-əhvətul ovlə imtisaluhu. Burada bir məsələni qeyd edir ki, yəni görünür ki, belə bir sual var, belə bir fikir var ki, görək, məsələn, valideyn insana əmr eləsə övladına ki, namazını cəm şəkildə qıl, cəmaatla qıl, buna vacibdir, buna əməlləsin. Seyyid buyurur ki, ehtiyat müstəhəbdir ki, valideynin dediyini eləsin, amma vacib deyil. Birdən insan düşünər də, burada dördüncü yer nə dedik? Dedik, əhddir, nəzirdir, antdır və bu kimi hallar. Ola bilər insanın fikrinə gələr ki, bu kimi hallarda nə ola bilər? Valideynim əmr edir ki, get cəmaatla qıl namazını. Mənə vacibdir ya yox? Seyyid buyurur ki, ehtiyat müstəhəbdir, amma vacib deyil. Amma nəzirdir, əhddir, antdır, and içib ki, məsələn, filan gün filan namazımı cəm şəkildə qılacam, ona vacib olar. Yaxud əhd eləyib, düzgün şəkildə nəzr eləyib, vacib olar. Demək, əziz möminlər, bu 4 surətdə insana vacib olar ki, gündəlik namazlarını cəmaatla qılsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.